Qiyamətdə bir döngə var ki, orada insanların haqları soruşulacaq. Haqlar. Bir ən çətin an budur ki, əlvi qaldıracaq, deyəcək, kimin bundan nə tələbi var gəlsin. Onda insan yerin altına girmək istəyəcək. Qeybətlərin hesabını cəmaat istəyəcək səndən. Danışdığın sözlərin hesabını, qəlb sındırmısan onların hesabını. Hamısını istəyəcəklər. Bir Arif deyirdi ki, Allah ərhəmər rahimindir oğlum, oğluna deyirdi. Allahla öz hesabın asan olacaq, amma cəmaat ərhəmər rahimin deyil. Cəmaat rəhimlərin rəhimlisi deyil. Cəmaat haqqını istəyəcək. Özdə halal elə qardaşım, burada deyirlər, nə gəldi eləyirsə ki, halal elə qardaşım. Mən də deyirəm, mənə müraciət eləməyə heç ehtiyac yoxdur. Mən halal eləmişəm hamısını. Hamısını halal eləmişəm, amma yenə də axı, başqasının halal eləməklə deyil. Bir dənə söz danışırsan ki, 100 adam bir-birinə vurursan, 100 adamın ürəyinə şək toxumu səpirsən. Yaxşı, mən halal elədim, heç qapıma gəlməsən də olar. Mən elan edirəm yenə də, hamını halal edirəm. Amma orada bilmirəm, orada deyəcək halal elə qardaşım, deyəcək deyən görə gətir bura namazlarından. Necə halal elə? Mənim saat bir namaza ehtiyacım var. Peyğəmbər soruşdu, müflis kimə deyirlər? Dedilər, malı əlindən çıxana, dedi, yox. Müflis o adamdır ki, savab dolu dəftərlə gələr qiyamət günü. Elədiyi cəmaata vurduğu ziyanların əvəzində birinə namazından verər, birinə orucundan. Deyərlər, qeybət eləmsən, namazı verər, deyərlər, haqqını tapdalamsan, orucun verər. Axırda qalar əli boş qiyamət səhrasında. Əsl müflis adam bu adam.